Gördüyünüz bu görüntülər yenidir. Arzumla Müjganın bir arada görüntülənməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vaxtilə bir-birlərinə ağır sözlər deyən və qalmaqalları ilə gündəmə gələn Arzum və Müjgan yenidən bir araya gəliblər. Bu görüntülər bir çox insan tərəfindən etirazla qarşılanıb. İzləyicilər onların keçmişdə bir-birləri haqqında səsləndirdikləri fikirləri xatırladaraq bu yaxınlaşmanı tənqid ediblər. Arzum isə açıqlamasında Müjganla məhkəmə səbəbindən bir araya gəldiyini bildirib. O, həmçinin Müjgan haqqında danışaraq, o yanımda olanda işlərim yağ kimi gedirdi. Ayağı da yüngül idi, əli də yüngül idi. Nəfsi ağır deyildi, sözlərini işlədib. Buyurun sözü gedən yayını birlikdə izləyək. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Amma sizə bir dənə söz deyim. Allah nənəmə rəhmət eləsin, anamın nənəsinə də almaqama. Doğrudan da o vaxt nə var idi? O nənələrdən var idi. Nənəm demişdi ki, ətraf, bax bunu mən neçə dəfə demişəm, amma davamını getirəcəyəm. Nənəm demişdi ki, sənin üstüvə ağlayan insanlardan uzaq dur. Sənə dərdini, problemini danışan, ağlayan insanlardan uzaq dur. Olsa belə yox, o yoxumdur deyən, zarayan insanlardan uzaq dur. Səni çöktürəcək. Mənim ətrafımda elə insan var idi. Doğrudan da məni çöktürdü. O qədər üstümə ağladı. O qədər üstümə ağladı. Konkret çöktüm də mən. Hər cürəyə, həm maddəvi, həm mənəvi çöktüm. Allah haqqı. İndi uzaqlaşmışam. Görürəm yavaş-yavaş özümə gəlirəm. Allah nənəmə almaqama min rəhmət eləsin. Valla doğrudan da o sözdə söz var imiş. Mən heç vaxt belə olmamışdım. Mən heç vaxt belə düşməmişdim. Nə qədər ağladı üstümə. Hamının dərdi var. Valla mənim dərdimdən problem hamında yoxdur. Amma çalışıram özümü güclü göstərim. İndi M-nı deyirsiniz, M-nın adamın indi Allahı var da. M ağır şey tökən, indi mənə nə qədər zərbə vursa da, indi adamın Allahı var, adam Allahla danışar. M yanımda olanda mənim işlərim, reklamlarım çox qəşəngdir. Yəni ayağı yüngüldür. Adam geri düzə düz danışar, haqqına danışar. O qızın ayağı yüngül idi. Mən necə haqqına girim? İndi mənə nə qədər zərbəni vurmuş olsa da, amma o qızın ayağı yüngül idi. Mənə düşürdü. Çox yüngül idi. Valla işlərim su kimi gedirdi. Çörəyə çörək demirdim. İndi adam geri düz danışardı. Yəni ayağı yüngül idi. Ağırlıq tökən insan deyil idi. Yolunu demirəm. Yo, o insan tanımırsınız siz. O hansı ki ağırlıq çökəni deyirsiniz. O sosial şəbəkə adamı deyil. Amma burada yazmışsınız mı, yəni adam haqqla danışar da. O qız mənim yanımda olanda mən necə deyim, əli yüngül idi. Çörəyə çörək demirdim. Yəni nəfsi ağır deyil. Yo, sosial şəbəkə adamı deyil, siz dediyiniz. Hə. Ona görə ətrafınızda insan tutanda baxın kimə sizə düşür, düşmür. Doğrudan elədir. Deyirəm, o burada l-zı yazırsınız. Onlar sosial şəbəkə adamıdır, onları demirəm. Həyatımda qız var idi bir rəfiqəm. O qədər ağlayırdı. Nəfsini tökürdü ki, mənim bu problem var, o problem var, o problem var, o problem var, o problem var, bu problem var. Ay bacı, mən çöktüm. İnsan olarak yaxşı insan deyə, prosta enerji söhbəti var. Yox, o yox, ay Allah, hatta deyirəm, sosial şəbəkə adamı deyil. Bir söz deyə bilmirəm bunların əlindən. Yəni onu deyirəm ki, enerji çox önəmlidir. Çalışın sizin enerjisini
yüksək tutan adamlarla yaxınlıq eləyin. Bir də üstünüzə dərd ağlamayan. Bax, mən indi evdən bayıra çıxacağam. Mən nə bu söhbət haqqında, nə şey haqqında, heç nə danışmıram. Heç nə. Bax, indi sizə girirəm, siz yazır, sizə cavab verirəm. Heç nə. Hələ belə heç bir şey yoxdur. Superəm. Həyatda ən xoşbəxt insanım. Hə, o ilə olan video o məhkəmədən çıxış idi qızlar. Mərdəkanda. O videonu deyirsiniz, mən ağ kostyumda. Onu deyirsiniz. Naibə qırmızı hicabda. Hə, o məhkəmədən çıxış idi. O məhkəmədən çıxandan sonra onu biz düşürtdük şəhərdə. Girdim, orada uşaq mağazini var idi. Uşaq mağazinində onda pencəyimi çıxartmışdım. Peki yatım Orada bir yapacağım. dənə izləyici video çəkirdi. Yatsaq dura bilməyəcəyik səhər. Yatım Məhkəmə günü idi o. Yatsaq dura bilməyəcəyik. Heç yatmayacağıq. Yox, dur. Səhər yaxın gəlib yemək yeyərdik. Yolu keçəndə deyirsiniz, o videonu deyirsiniz. Bilməm, onu deyirsiniz, bilməm nəyi deyirsiniz. O videonu deyirsiniz, bir dənə o video var da. Hə, o məhkəmə günü idi də. Biz də yataq. Hə, o video məhkəmə günü idi. Məhkəmədən sonra onu biz düşürtdük şəhərdə, məhkəmədən sonra. Ondan qabaq mən bir də getdim, uşaq mağazini var idi. İqruşka almağa, Deniz aparsın. Oradan Mərdəkandan Sekini keçəndə. Orada bir qız çəkirdi, yəqin o paylaşıb. Naibə qırmızı hicabda, qara şalvarda. Qızlar o məhkəmədə Kitablar şahiddir. gətirmisən. Hə, de orada. Çəkişin eləyində. O da orada olmalıydı, axı məhkəmə idi. Yaxşısan, hə, yaxşı. Yaxşı. Hə, naibətdən olsun. Uşaqda olmaz, düşmənçilik eləsinlər. Hə, gəlib Aytən Dalında buradadır. görmür. Dalında xəbər yoxdur. Məhkəmədən sonra biz çıxdıq. Getdik şeyə, Deniz orada zavtraq eləyirəmiş, halvaya. O da getdi biz ilə çörək yedik, onu biz şəhərdə düşürdücəydik. Sonra gedəndə uşaq mağazini var idi, mən girdim. Uşaq mağazini, o da biz ilə idi. Uşaq mağazininə oradan da çıxanda sonra onu Nərimanovda düşürtdük. Onlar orada yemək yerində halvada şəkil çəkmişdi Naibə ilə. Hey be. Hə. Amma səsdə oxuma, yaxşı? Belə yazdır. Ya bunu oxu, bunu oxu. Gözü də əlvi çək. İndi buranı deyəcəm sən sonra. İndi şey... Oxuya bilmədim axı, başa Ben düşmədim. deyəcəm indi sənə. Bir baxım da. Orada deyəcəksən sən. Allah haqqı deməyəcəyəm, ver. Filtrim də qaçır. Əlvi çəkdi, ayda soxma özü kurs eləmə. Şey ya, bunu oxu. Buralar sonra başsalar. Nədir? Vago çox sağ ol. Başa düşmədim. Heç nə. Heç nə. Özü başa düşdü. Bu niyə əriydi? Ay Allah, ne koyuyor görüntülü. Sən bacan ged orada danış, qurban olum. O nəsə qımışır. Bəli. Ged orada danış, ged. Canlıdadır. Yavaş. Onlar ağızlarını rastlamış qələmirlər. Niye? Sen oradan bildin. Ne oldu? Evdəsiz? Hə,
Ayten bugün nəsə havalıdır. Niye sen kuş değilsin orada? Külə ərəvin Ne başına. valla? Burama ne olur? Evde salsa diyesiz. Her şey diyesiz. Sağ olun, sağ olun. Aferin, sen hiç yok kaynatmışsın, çıkart da. Ay xanım, bu nə söz deyirsən? Kəş gəlib tez-tez getməzsən burada. Nə dəxli? Bəzən sen düzelt. Yəni bu nə məntiqdir? Sabah çekmiyoruz. Aynen. Bu nə məntiqdir başa düşmürəm. Sabah Ay Allah. Wollte dir sagen, bleib stark, du bist Dankeschön. Dankeschön, Dankeschön, Dankeschön. Dankeschön. Allah köməyin olsun Arzu. Çox sağ ol ürəyim. Başım ağrıdı. Gedim yatım. Gedim. Gedim yatım hə. Gedim yata biləcəm. Bayırda bir dənə külək var. Külək bir yağ məni uçdu, apartdı. Merhaba. O sende miydi? Almışdım hə. Ay təmbək danışırsan. Burada Əbu Zeyn bir dənə söz yazıb. Atmayın onu bloka. Ay Zeyn. Baxıram sənə, gör nə deyirəm. Demək, elə olanda sənin də mama mənlə idi, mama aşan. Hə, mama durmuşdu yanımda, şamımı tutmuşdu. Arada dedim ki, mama aşana, ay bibi sənə qurban. Oğluvu böyüdəndə niyə belə səhv böyütmüsən? Onu da kravatların altında getirmisən dünyaya, ya nə eləmisən? Hə, sonra bibi dedi ki, sən geç o yana, qoy mən durum iş başında. Hə, Zeyn, nə deyirsən? Düdük. Deyəsən evindəkini mənlə qarışdırırsan. Heç olmasa Anova evində hörmət elə. Yaxşı hiss elədin özü, gəl arada sənə mazdayım. Sənə kimi şapalaqları çox görmüşük, şalvar süt tursi giyinən, ekran arxısı kişilikdən danışan. 2 deyərəm, düz gedərsən. Sonra verərsən zadniya. Arada da ver, boşluğa yaxşı. Xalastoya ver, otur oturduğun yerdə. Verə bilmirsənsə, mən sənə 2 dənə söz deyim, düz gedərsən. Ne oldu? Şəpələk. Heç olmasa özünə hörmət elə. Özünə hörmət eləmirsənsə, mama aşan elə. Biqiriyyət köpək oğlu. Mama öyrətməyib sənə cəmaatın qızına dil uzatma. Cəmaatın qızına söz demə. Hə? Birdən sənə getirib atval verər, cavab verər. Evində anom var, atom var, bacım var, qardaşım var. Hə? Vurdu, yaşadın, indi get. Yaxşı oğul pozğuna belə söz deməz. Bilsən niyə? Birdən o sənə getirib qarşılıq verər. İndi otur yaşa. Biqiriyyət köpək oğlu. Kişicik. Bir yerin çatardı, gələrdi mənim üzümə deyərdi. 2 söz deyərəm sənə, düz gedərsən. Kiçik köpək oğlu. Mən bir sənə çatmır. Bu təhqir yazan oğlanlar. Heç olmasa bəziləriniz, biz qadınıq da, oğlanlığınıza hörmət eləyin. Evinizdə anovuzu fikirləşin, atovuzu fikirləşin. Ay köpək oğlu. Düz demirəm, yaxşı oğlan, qeyrətli, namuslu oğlan, cəmaatın qadınına, pozğununa belə dil uzatmaz. Qorxar ki, qarşı tərəf cavab verər, amma mənim evimdə anam var. Hörmətli oğul bunu eləyər. Bir oğul bunu eləmirsə, heç anasını da boynu yerə soxur, keçir o yana. Başa düşdün? Bu belədir, bu faktdır. Neyimə lazım, hansısa kiçik köpək oğlunun qızına görə mən götürüm sözlüyüm, o mənə qarşılığı versin. Demək, evindəki mama aşasına hörmət eləmir. Nə olur ki, sənə söz deməklə, təhqir yazmaqla? Medal verirlər, yox. Hər nə deyib, söhbət ondan getmir. Mən belə düşürəm, yaxşı oğul onu eləməz. Evindəki mamasının bacısını fikirləşər.
Birləşmə. Hara getdi o? Deyəsən düz getdi, qayıtmaq fikri pramon. yoxdur. Pramon getdi o sözlərdən sonra. Demək eşitmədilər. Sabah hava necə olacaq? Yağışlı, küləkli. Habibi, come to Dubai. Sən də dirəşmisən ha. Boşanmısan. Boşansa Neynirsən? ərinlə post Sən neynirsən? Caqsa alacaqsan? Yoxsa ərə gedəcəksən? Sən yuxarıdakı, sənin də Almanca məni məndən alır. Aytən neyindi? Qonşunun qızıdır. Meneceri. Özün kobudsan, cəmaat neynəsin? Özün kobudsan deyəndə ki, bir oğlan gəlib burada artıq həssinəsə yazırsa, mən də qabağından yeməyən qızlardanam. Cavabını verib otururam yerinə. Görəm dəfələrcə eyni şeyi yazırsa, vermək lazım da cavabını. Bəlkə söydüm, təhqir elədim. Kulturuna cavabını verdim. Hə, o damarıma düşəydi, başqa cür də deyə bilərdim. Amma o qədər dərdinə getmədim də. Əsəbisən elə bil. İşbatı. Sabah konsert var. Harda? Nə bilim elə yazımda. Kimin konsertidir? Kimin konsertidir? Bu food nədir? Bolt food yazılar deyəsən, yeməyə görə. Saat sol qolunda. Bura niyə axar? Yox, gözümə kölgə dəyib. Yo, sənin gözün nəsə bugün işıqlıdır. Hər yer ağ görür. Yemək sifariş verəcəkdim, aç da. Gözlə. Bolt food yükləyək. Mənim gözümə işıq gəlib. Qız, mənim gözümün başını bıraxı. Mənim həyatımın işığı sönüb. Bəlkə McDonald's deyək. McDonald's deyək, amma soğuq gələcək. Neçə dəqiqə? 60 dəqiqə, 70 dəqiqə nədir? Yo, indi elə Səhəri göstərir. gəlsin. Yaxşı ki, McDonald's verək. Ne yeyək? Gənclikdən gəlir. Qoy yaxını tapım, gözlə. Voltdan verir də. Arzu kukla Aycan. Qoy yaxın. Əcəmi yaxın olar da yəqin bura. Bu saat McDonald's işləmir yazırlar. Yox, işləyir. Siz Bağlı öz olar adınızdan yazın. utanırsınız. Hə xanım, sən Papaşa mənə ad verəndə mən də dedim ki, kəş verməzdin. Mamamın keçmiş ərinin adıydı. O da verdi, məcbur oldum, utandım. Hər cücə qal. Gələndə yazığım gəldi. Şeylədim. Mən verdim bir ona bir paçka, saska. Binadan içəri. Nə qədər elədim ki, gəlsin orada qalsın. Bu nə deməkdir? Bu uyğunluğu satmam. O heç də ona... Nağd elədim, hə? Nakit nağdı da. Necə seçdin? Hə. Gözlə. Ziyan da. Nə seçdin? Bir bax da. İkimizə də Big Mac menü götürdüm. Hə, vəsə. İşləyir uşaqlar. Əlli azın nədir? 50 manatlıq verəcəm də. Sən. Hə, aşkım getdi. Yanındakı çox danışır. Ay, hə. Hədini yanımda olanda görsünüz. Arzu, aha.
Fərid yazıb ki, Arzu sən Azərbaycan demiş, Almaniyada olanda xəsiyyətin yaxşı idi. Bu da dedim ki, axşana getdi. Nə dəxli? İnşallah. Səsini açılıyor. Yox, sabahdan canlılar da açmıram. Yine bir həftə açmayacağım, başım sakit. Köbut ol, valla mən köbut deyirəm. Hə, canlı açıram, daha da çox açmaq istəyirəm. O söhbət edirsən, çünki sən hamısı sevir. Ona görə əlbəttə ki, açmaq istəyirsən. İndi o hər yerdə olur da, bir dənə mənfi rəy yazanlar. Normal da mənfi rəy yazan Kaka, olmaz. bizim millət xəstə elədi ki, mən... Boy. Allah sən bizə çağız, sənə qurban olaram. Və görsən hamısı səni çox istəyir. İndi o mənfi yazanlara fikir vermə. O olur da hər yerdə. Yox, mənfi yazmağı demirəm. Məndə mənfi çox yazmırlar. Hə, yox. Əslən, səni sevən xanımlar da öz hamısı. Arzu, love you. I love you too. Aycun közünü yaxşırsın. Kabul etdi sifarişinizi. Saat 5'e 3 dəqiqə işləmiş sifarişimiz satacaq. Yiyib yatarıq. Ay qızlar. Mənə kimsə linsləyib. Ay, təşkiz arada çox danışsan, bacı. Bilirəm. Qız sesini oxşamır. Məzaxirdir. Kişiyəm mən. Kişi. Yenə filtrim effekti. Az Allah gözün parpar yalnız belə. Gönə qəşək. Özün qəşəksən. Deyirəm, yaxın gəlmə, filtrim qaçır. Bax, qaçdı yenə. Deyəm bax. Ha, gəldi. Belə elə gələcəm. Qardaş, ne işin var burada? Atonun yoğuru qalıb, babonun kəlləsi qalıb. Nə gezirsən burada? Nə deyil? Oradan almışam. Hə? Niyə utanmırsan? Xanım, niyə utanım, qurban olum? Gül kimi oturmuşdun ayılı. Belə məntiqli mesajlar mənə çatmır da. Gül kimi oturmuşdun da Almaniyada. Nə olub az mənim vətənmə? Nə olub? Daş salıb başıva. Nə olub? Gül kimi oturmuşdun əvvəl. Nə deməkdir bu? Nə olub vətənmə bəyəm? Neyini başıva daş salıb? Xəstədir, kiç köpək oğlun qızı. Onun ona nə adiyyatı? Onu benim vətənim suçudur. Gic-gic yazırsınız. Nə dəxli? Hər insanın başına gələcək bir şeydir. Bu nə məntiqdir? Çıxıb geridə qalmış kafandan. Atırlar vətənin üstünə. Yazığı vətən neynəsin? 100% o xaricdə oturandı kimdirsə. Sabah rayon çox yaxşı gələcək bizə. Həm çəkilişimizi edərik. Qəşəng. Ay, vətən nə alaka? Gül kimidir oturmuşdun da Almaniyada. Nə dəxli? Hadisə daha mı da ola bilər? Onda benim vətən suçudur. Dream Fest deyirlər var. Düz demirəm, qurban olum sizə.
Dünya səhvlərin yanında. Az mən gələcək həyatımda Az onları mən də gördüm. De ver baxım. Ne güzel parladılar. Allah xoşbəxt eləsin. Azərbaycanlı da. deyirsən ha. Allah xoşbəxt eləsin. Oğlan baxışlarına baxır qıza. Burnu qatlanıb qızın ağzına girir. 17 ildə mənə Deniz belə baxmadı. Amma elə bir qızın burnu qatlanıb ağzına girir. Az o cür. O cür qızdır. Allah xoşbəxt eləsin sizi. Amin. Mamasita. Amin. Atları, mamasita da atları. Amin. Hə. Allah xoşbəxt eləsin. Xoşbəxt olasınız. Allah hamıya elə saf sevgi qismət eləsin. Bəh, bəh, bəh. O tarzı onu var patikası. Görə keçəcəyini. Ayaqqabısı var. Çox qəşəngdir. Oynamağı da. Ne gülürsən? Aha. Bu Azərbaycanlı. Hə, məncə. Если вы хотите иметь такую Yo, deyəsən bravo deyil. меня, Yo, rusca danışır. Hə? записывайте лайфхак. Открывайте блокнот, что вы сидите. Первый пункт. Когда мы встаем утром Yo, и видим наше зеркало, xaricidir. нужно Нет, произнести Азербайджан три слова. хуйня. Какая я красивая, какая я сногсшибательная, какая я просто великолепная. Понимаете? Səsi Записали? geçəkdir. Так, дальше. Второй пункт. Если у вас бывший есть, говорим, спрячься под зеркалом, спрячься под зеркалом, спрячься под зеркалом. Все, он вас больше тревожить не будет. Вы будете блистать. Третий пункт. Никогда, слушайте, никогда не пукайте стоя. Пукайте сидя. Потому что когда вы пукаете стоя, дым идет на лицо. И становится некрасивой. Сохраняйте лайфхак. Если вы хотите иметь такую же красоту, как у меня, Çiz yazırlar. записывайте Yox, лайфхак. yazsın da. Открывайте блокнот, что вы сидите. Nə yazmısınız ki mənə? Когда мы выйдя один на один, да, приятного аппетита вам. Ничего. Харара лач. Bunlar səssizə. Adı atdı deyəsən səssizə. Еще не смотри, я тебе все сделаю. Bizimki də. Gözdə deyibə bunu. Az 100 lira atırsan eləmə. 100 lira niyə atırsan? Nə yazıb ki o qalıb da? At da səssizə. Bu döyür axı. Ona ay yazıb. 100 lira yazmayıb. Deyəm də nə mən tapacağım indi. Onu deyəsən bəlkə də atdılar uje. Deyəsən atıblar oje. Vsyo atıblar. Vsyo. atıblar. Ada elədi. 100 lira yazıb. 100 lira yazmayıb. Ona ayla ulduz yazıb. Onu... Deyib user yazıb da bax. Hə at. Vəsə? Bu xaricdə oturanlardan atıb loka. Ada görmürsən ada. Vsyo atdıq. Attım. Ada yatıb. Ada mənə baxır. Atmışam, biz də atdıq. Atdıq. Sən atmasan biz atdıq ada. Yatmışdın sən. O kayd eləyirdi. Bax kayıtlarda. İldüzə Qaciyeva. Ne işiniz var? Niko gəldi. Videonu niyə sildim? Video uyarı gəldi. Bəlkə. Niyə görürsən? Mən də sildim. O boyda baxış tutmuşdu. Ruslana yazıb ki, nə gündəsən? Rezillik. Nə gündəyəm? Ay, Niko, levelində yoxdur. 0 levelsən. O ancaq mənə hədiyyə atır Niko atar girəndə. Zamansızlar mısın? Verizor gəldi. Yox. Vsyo gedirəm mən. Gedim. Yeməyin içi də göstərir aydın. Gözünə baxın. 33 dəqiqə.
Nə gün desəm bədbəxt, çox sağ ol. Yox. 20 level yox görsənmir. Bir dənə gül at açılsın, onda bloklanıb. Hədiyyə atmayanda şey dedi. Çıxmadan. Can. Niyə ki? Bizim dəyərlimiz. Mənim nədir maşınada? Maşınam neydi? O dediyi bəyək. Vallahi o heç adını heç orada bilmədim. Qaldı şey. O maşının adı neydi? WhatsApp'dakı. Yovaşı deməsən papacan lazımdır. Yo yo. Onun saçda almaq olur o maşından. Bir dənə yaz görün mənə. O maşını almaq olur vəbşə. Bir saçda olur o maşın. Cadillac. O su diyecektin de burada. Yazıblar yox almaq olmur. Səsli oxudum. Burada bəyək yazmışdılar. Ayten səsli düşünür. Bax o yerinə düşdü. Olur. Olmadı. Hə, sizdə olan o model yoxdur. Hə, bildim. Aytin sus artıq. Biri Ayten çox çiğdi. Ayten ruh ikisində. Neyniyim? Özdə promo səsli şəkildə düşünürəm. Yanındakı qızlar Yox. bala kişiyə oxşayır be. Kişiyə oxşuyuram da yəqin səsimdən Ki çıxır. görsünlər səni. İndi Bax filtrim, saçlarım da var, kişiyəm. filtrim qaçdı. Qayıtdı. Az ya onu iç qutar ya qurt. Bax. Bütün əsəb sistemlərim pozuldu. Boğazımda qaldı. Deyə. Səslərə qulaq asda biraz. Əsəbləşirəm Aytən, Allah əsəblərim üzdədir. Allah əsəbləşirəm. Bütün həssasam. Bütün əsəb sistemlərimi toxunur. Şey yadıma düşdü. Aa, çırt. Öz əsəblərim elə üzdədir. Çıx yataq bizdə. Deyir Aytəni çırpacağım indi. Yo, yadıma düşmədi mənim. Şöyle. Çıxsana. Hə. Oradakiler başa düşdü, sən başa düşmədin. Aslında əsəb sistemlərimi pozdu. Başa düşdülər. Sən başa düşmədin. Ya mən tutmadım, temayı da tuttum. Elə içirdim də, qurta qurt. Az içmədən yaxşı. Ucu onsa qutardı da. Şu qaşınaram əsəbdən. O gün qızlar bax Allah haqqı Deniz burada olanda nəsə söhbət eləyirik, danışdıq, əsəbləşdim. Ayağımı qaşı, ayağım bir süzünə oldu. Gömgöy bura ayağımın qırağı. Deniz bir gün neynədin ayağımı? Metropolda sən ucu qaşınma Hə, tutmuşdun. bax qollarım da bütün səpmişdi. İndi düzəlib əsəbdən. Nə? Məxluq. Aslında Bu nə fake demək? səhifədə yazıldı. Heyvan. Hə, göyə nəsə peyda olub. Yalına yazırlar da. Qaralmayıb baxın. Bəlkə yayılıb. Azan oxunur. Allah qəbul eləsin. Qoy açım dinləyi. Gözdə görüm. Eşidirsiniz, bax. Allah bütün duaları olanların dualarını qəbul eləsin. Gəlin qulaq asaq. Eşidirsiniz? Niyyətinizdə nə varsa, ürəyinizdə vararsa, Allah qəbul eləsin.
Eşidirsiniz? Hə, Binəqədidir. Saat neçədir? 4-ün yarısı. İçinizdə nə keçirdinizsə? Qəşəngdir. Biz. Amin ürəyim, amin hamıya. İçində də biz. Amin ürəyim, amin. Ay kulağım başladı. Amin Yağmur. Pəncərənin qabağında. Arzu böyle. Ha, çok qəşəng, bütün dərim ürpəşib. İnşallah. İnşallah. İnşallah kızlar. Şimdi İnşallah. Füzuli. Bir şey diyesen. Ha Arsun ne? Sənin üçün dua elədim. Can, çox sağ ol. Bu niyə canlıdadır? Niyə canlı qadağan var bəyəm?
Sumulu neydi? Böyle şeyler olanda ben tiksinirəm də. Bu niye öyle oldu? Ayten, ne kadar qalıb? 25 dəqiqə göstər, amma bu olmaz, heç gəlir axı. 25 dəqiqə göstərir. Amerikadayım xanım. Arzu sənə sözüm var, buyur. Mən bu qızı niyə sevirəm görəsən? Bilmirəm, nöş sevirsiniz. Dua etdim, can, adam, az sənə qurban olarım. Deyəm dənə. Neçə uşağım var? 5 dənə. Güney öpürəm. Yaxşı olar, çox sağ ol. 6 dənə, biri də Ayten yalan deyir. Gedirəm qızlar, gedim uzanım. Öpürəm sizi. Yeməyə gələncin. Gedim. Paltarımı da geyinib. Bura qoymuşsan belə. Mənim paltarım elə buradadır. Pijamon. Hə. Kipriyim çıxdı ay bacım. Geyim kipriyimi zadımı təmizləyim. Sözlə yiyeyim. Kipriyim yapışıb. Öptüm sizi. Bu niye böyle yapıştı ay bacı? Geceniz xeyrə qızlar. Gözüme gir.